Salam dostlar, olimpiyada çalışmalarımıza devam edirik. Deməli bu günləri həndəsədən çox gözəl bir üçbucaq sualından sizə fundamental bazanı mükəmməlləşdirmək üçün düzbucaqlı üçbucaq bərabər yanlı üçbucağa aid sadə bir sual izah edəcəyəm. Şəkildə gördüyünüz kimi ABC düzbucaqlı üçbucağı var. BDC bərabər yanlı üçbucağı var və yenə də DKC düzbucaqlı üçbucağı var. Bizdən DK-nın neçə santimetr olduğunu istəyir. Bizə verilənləri zaten şəkillərdə görürsünüz. Yenə xatırladım ki, mən sürətli bir şəkildə hər bir mövzuya aid nümunəvi suallardan izah edəcəyəm. Ondan sonra hissə-hissə mövzu anlatımlarına yavaş-yavaş keçəcəm. Onsuz da əsas ağırlığımı 8-10 dənə ağır mövzular üzərinə, yəni Respublika fənn olimpiyadalarına doğru aşağı və yuxarı yaş qruplarına görə video çəkimlərimizi davam etdirəcəyəm. Burada aydındır ki, biz DBC üçbucağında, bunu bir dənə rəngini dəyişim. DBC üçbucağında biz D təpə nöqtəsindən bir dənə hündürlük endirsək, DKC üçbucağında kişi kimi görsənsə də, hündürlük endirsək, nə olmuş olacaq? DH ABC-nin orta xətti olmuş olacaq. Niyə? Ona göre ki, yani buna 8 bu baştan yazın. Çünkü DBC beraber yanlı üçbucağında oturacağı çekilmiş hündürlüğü hem median hem de tembölendir. Median olunca ister istemez DH ABC'nin orta xətti olmuş olur. İndi DH DKC üçbucağında Evklit teoremini bize kömək edecek hündürlük, proyeksiya KH, KHC mənasında. Bir de DH, DBC'nin hem median hem tembelen hem hündürlüğü olacaktır ki, bu teoremləri zaten aşağı sınıftan bilirsiniz. Bunları mən mövzu anlatımı onsuz da çəkəcəyim. İndi şagirdlər, nə eləmiş oluram mən? Eğer mən buraya KH-a bir dənə A desəm, HC 12 üstəgəl A olar. Niye? Çünkü dediği ki DBC üçbucağında hem median hem tembelen hem hündürlüğüdür. 12 plus A, 12 plus A. DKC üçbucağında bu şekilde yazın mən elə. Bu üçbucaqda Evklit teoremini tətbiq etsək, yəni 8-in kvadratı bərabərdir A vurulsun A plus 12-yə. O da bərabərdir 64-ə. Aydındır ki, kvadrat tənlikdən, diskriminantdan A'nın 4 olduğunu görmək olur. İş fayda olsa görmək olur. 4 vurun 6, 64 veya diskriminant veya vurguların armini özünüz görə bilərsiniz. A'nın 4 olduğunu gördükdən sonra bizdən 4'ü yazıram buraya. Bizden aydındır ki DK'nı istəyir. Bu da Pifagora göre ne olacaktır? DK kvadrat bərabərdir. 4'ün kvadratı üstə gəlinsin 8'in kvadratı yani 80. DK da ne olacaktır? Kök altında 80 yani 4 kök altta 5 yani D bəndi. Növbəti çəkilişlərimizdə cəbir həndəsə bu şekilde devam edəcəyəm. Mövzu anlatımları inşallah irəliləyən zamanlarda sizə təqdim edəcəyik.